Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Nizami rayonunda yerləşən 220 nömrəli məktəb liseyində intihara cəhd edən şagird xəstəxanadan evə buraxılıb. Bu barədə sorğumuza cavab olaraq Tibb Ərazi Bölmələrinin İdarə Etmə Birliyində məlumat verilib. Aprelin 11-də saat 13:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu 220 sayılı orta məktəbdən müraciət qeydə alınıb. Dərhal çağrı ünvanına briqada cəlb olunub. 2011-ci il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Pasiyentə belin küt travması diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb. Məlumatda qeyd olunub.